Bura Ağdərədə Gəncəsər monastırıdır. Burada ermənilərin tarixi kitabları var. Kitabların üstündə kamera sistemi var. Bu Əlvranda əvvəllər siqnalizasiya qoşulurmuş. Bu kitablara toxunmaq olmaz. Kitabın birinə yaxınlaşırıq. 13-cü əsrə aid olan tarixi bir kitabdır. Amma indi buranı açanda açırıq. Kitabı vərəqləyirik. Və 13-cü əsrə aid olan erməni tarixinə, erməni mədəniyyətinə aid olan bir kitabdır. Sadəcə ortasında bir vərəq var. Göstərməli, şablon olan bir vərəqdir. Digər kitabın bütün səhifələri boşdur. Həqiqətən erməni tarixi kimi, erməni mədəniyyəti kimi bu kitabın da içi bomboşdur. Heç bir şey yoxdur və bunun kimi digər kitabların hamısının içi boşdur. Yəni göstərdikləri tarix də, mədəniyyət də bu şəkildə saxtadır. Kitabların hamısının içi boşdur. Hamısı boşdur.